Salam əziz abituriyentlər, mən Nəbiyeva Nərgiz. Bugün sizlərlə yerin inkişaf mərhələləri, yerin daxili quruluşu və süxurlar mövzusuna nəzər salacağıq. Gəlin əvvəlcə öyrənək ki, yer öz inkişaf tarixində iki böyük mərhələdən keçmişdir. Bu, planetar və geoloji mərhələ adlanır. Planetar mərhələdə adından da göründüyü kimi yer bir planet kimi formalaşmışdır. Bu zaman onun nüvəsi və mantiyası yaranmışdır. Əvvəlcə onu öyrənək ki, yer planet kimi formalaşdıqdan sonra onun Günəş və öz oxu ətrafında sürətli hərəkət başlayır və bu hərəkət nəticəsində mərkəzdən qaçma və mərkəzi qaçma qüvvələrinin qarşılıqlı təsiri nəticəsində sıxılır. Və bu zaman ağır elementlər mərkəzə, yəni yerin daxili qatlarına, nisbətən yüngül elementlər isə onun üst qatlarında cəmlənir. Və ağır elementlər mərkəzdə birləşərək onun bərk nüvəsini yaradır. Ağır elementlərə aiddir dəmir, mis, nikel, uran. Nisbətən yüngül elementlər isə dedik ki, onun nüvəsini əhatə edərək mantiya qatını yaradır və bu elementlərə alüminium, maqnezium, silisiumu aid edə bilərik. Beləliklə, yerin nüvəsi və mantiyası yaranır. Bu mərhələdə yerin üst bərk təbəqəsi qalın olmadığı üçün çoxlu sayda və aktiv maqma üzə çıxırdı və çoxlu vulkanizm prosesi baş verirdi. Bu mərhələnin eynisi ayda da baş verdiyi üçün bu mərhələni ay erası adlandırırlar. Bu mərhələdə çoxlu sayda dedik ki, vulkanlar püskürürdü və püskürülən vulkanlardan ətrafa sərbəst karbon qazı ayrılırdı və beləliklə karbondan ibarət ilk atmosfer əmələ gəldi. Dedik ki, nə baş verdi? Sərbəst karbon qazından, su buxarından ibarət ilkin atmosfer əmələ gəldi. Daha sonra yer qabığının qalınlığı getdikcə artıq artır və nəticədə lava püskürmələrinin həcmi azalır və bunun da nəticəsində havanın temperaturu nisbətən aşağı düşməyə başlayır və aşağı düşdükdən sonra artıq su buxarı kondensasiyaya uğrayır və bunun nəticəsində isə artıq buludlar yaranır və yer səthinə kütləvi yağışlar yağmağa başlayır. Beləliklə, kütləvi yağışlar yağdıqdan sonra çökək ərazilərə sular, yağışlar dolaraq ilk okeanı Pantalası yaradır. Beləliklə, Pantalas yarandıqdan sonra artıq planetar mərhələnin sonu gəlir. Bu mərhələ 6-7 milyard il əvvəl başlayıb və 2-2.5 milyard il davam etmişdir. Pantalasın yaranması ilə artıq planetar mərhələ başa çatdı. Bu mərhələdə yerdə əvvəlcə öyrənək ki, ilk quru parçası Pangeya yarandı və ilk okean Pantalas yaranmış oldu. Bu mərhələdən sonra yerin geoloji inkişaf mərhələsi başladı və o da 4-4.5 milyard il davam etdi. Yerin geoloji inkişaf mərhələsində artıq yer müasir şəklini, dağlar, düzənlikləri yaratdı. İndi isə gəlin öyrənək ki, baxın, yer yarandı, süxurlar yarandı. Bəs biz keçmişdən bugünə qədər o süxurların yaşını necə öyrənirik? Ümumiyyətlə, qalıqları öyrənən elm keçmişdən bugünə qədər qalıqların quruluşunu paleontologiya elmi öyrənir. Və biz bu yaşı, deməli, keçmişdən bugünə qədər süxurların, yerin ümumiyyətlə geoloji yaşını öyrənmək üçün iki deməli, yol seçə bilərik. Biri bunun nisbi yaşdır, digəri isə mütləq yaşdır. Nisbi yaş bizə təxmini bir rəqəm verir, yəni nisbi bir rəqəm verir. Yəni, biz bunu süxurların yatım ardıcıllığına əsasən daha altda qalanlar daha qədimdir, üstdə olanlar isə nisbətən daha deməli, daha cavandır. Mütləq yaş isə bizə daha dəqiq bir məlumat verir. Çünki mütləq yaşı biz süxurların tərkibində olan radioaktiv elementlərin parçalanma müddətinə görə təyin edə bilərik. Baxın, yer kürəsinə uran fasiləsiz surətdə helium və qurğuşuna parçalanır. Helium tədricən səpələnir, yəni süxurun tərkibində qalmır. Lakin qurğuşun neyinir? Süxurun tərkibində qalır. Bizə isə uranın parçalanma müddəti, yəni nə zaman parçalanıb o məlumdur və
Suxurun tərkibində qalan quruluşunun da miqdarını bildiyimizə görə biz həmən suxurun neçə il əvvəl yarandığını təyin eləyə bilərik. İndi isə gəlin geoxronoloji cədvələ nəzər salaq. Əvvəlcə baxaq ki, geoxronoloji cədvəl nədir? Yer dedik ki, öz inkişaf tarixində müəyyən mərhələlərdən keçdi və bu mərhələlərdə bizə gələn məlumatlar vardır. Yer öz inkişaf tarixində iki böyük, ən böyük zaman vahidi olan kriptozoy və fanerozoy eonuna bölünür. Kriptozoy eonuna biz gizli həyat deyirik. Nəyə görə gizli həyat deyirik? Ona görə ki, bu mərhələdə onurğasızlar mövcud olduğu üçün və ibtidai tək hüceyrələr olduğu üçün həmin dövrdən bizə konkret məlumatlar gəlib çatmamışdır. Lakin fanerozoy aşkar həyatdır və bu eonda onurğalı heyvanlar yarandı. Bu eon artıq zaman keçdikcə indi ətraflı baxacağıq. Bizə artıq daha dəqiq məlumatlar gəldi çatdı. Deməli, eonlar ən böyük zaman vahididir. Eonlar bölünür eralara, eralar isə bölünür dövrlərə. Deməli, iki böyük eonumuz oldu, fanerozoy, kriptozoy. Kriptozoy eonu arxeik, ən qədim və proterozoy erasına bölünür. Və bu eralarda qədim qırışıqlıqlar, güclü vulkanizm baş vermişdir və bakteriyalar, ibtidai tək hüceyrəlilər yaranmışdır. Və bu dövrdə artıq təbii ki, vulkanizm baş verirdisə, artıq dəmir, polimetal filizləri, tikinti materialları, yəni qranit yataqları yaranmağa başladı. Proterozoyda da qədim qırışıqlar davam etdi və yosunlar, bakteriyalar, tək-tək onurğasızlar əmələ gəldi. Fikir verirsiniz, burada onurğalı yoxdur. Buna görə də biz buna gizli həyat deyirik. Eyni zamanda burada da dəmir filizinin nəhəng yataqları yarandı. Arxeik erasında dağ əmələ gəlmə mərhələsi olmamışdır. Lakin proterozoyda ən qədim dağ əmələ gəlmə mərhələsi olan Baykal dağ əmələ gəlmə mərhələsi olmuşdur. İndi isə keçək fanerozoy, yəni aşkar həyata. Fanerozoy 3 eraya bölünür. Deməli, paleozoy, mezozoy və kaynozoy. Ən qədimi paleozoydur bu eonda. Deməli, paleozoyda nə baş vermişdir? Bunu necə yadımızda saxlayaq? Baxın, paleozoydur. Təbii ki, paleozoyda ilk yaranan quru parçası olan Pangeya parçalanacaq iki hissəyə, Lavrasiya və Gondvanaya. Lavrasiya şimal materiklərini, Gondvana isə cənub materiklərini əhatə edir. Bu erada nə baş verir? Bu erada əvvəl bir vahid Pantalas okeanının bilirdik ki, var idi. Onun sahəsi artdı və azaldı. Bu erada iynə yarpaqlılar, çılpaq toxumlu bitkilər, ayı döşəyi, quruda yaşayanlar, okeanda ilk balıqlar və onurğasızlar, quruda ilk bitkilər yaranmağa başladı. Bu dövrdə boksitdi, daş kömürdü, fosforitdi, apatitdi, polimetal yataqları yarandı. Və bu era, deməli, 6 dövrə bölünür. Kembri, ən qədim budur, Ordovik, Silur, Devon, daş kömür və Perm. Bu erada da dağ əmələ gəlmə mərhələləri baş vermişdir. Kembri Ordovikdə baş vermişdir Baykal, ən qədim olan Baykal bu iki mərhələdə. Daha sonra Silur Devonda Kalidon dağ əmələ gəlməsi, daş kömür Perimdə isə Hirtsin dağ əmələ gəlmə mərhələsi baş vermişdir. Bu mərhələ 345 milyon il davam etmişdir. Və bu mərhələdən sonra keçirik orta dövrə, yəni mezozoya. Mezozoy təqribən 170 milyon il davam etmişdir və bu dövrdə artıq əvvəlki paleozoyda Pangeya iki hissəyə ayrıldısa, Lavrasiya, Gondvanaya. Bu mərhələdə isə mezozoyda Lavrasiya və Gondvana artıq müasir materiklərə ayrıldı və Pantalas da müasir okeanlara bölündü. Bu dövrdə örtülü toxumlu bitkilər, məməlilər, quşlar və qədim sürünənlər yayıldı, eyni zamanda dinozavrların nəsli kəsildi. Bu dövrdə neftdi, təbii qazdı, yanar şisti, daş kömürdü, fosforitdi, qızıldı, qalaydı, gümüşdü və digər faydalı qazıntılar yarandı. Bu dövrdə, deməli, bu erada bölünür 3 dövrə.
Trias, Jura və Təbaşir. Trias, Jura, Təbaşir. Və bu dövrlərdə əhatə edən bir qırışıqlıq var. Bu da mezozoid dağ-əmələ gəlmə mərhələsidir. Buna başqa cür biz Kimmer dağ-əmələ gəlmə mərhələsi də deyə bilərik. İndi isə keçək ən müasir eraya, yəni Kaynozoy erasına. Kaynozoy erası təqribən 65 milyon il bundan əvvəl başlamışdır və hələ də davam edir. Bu dövrdə artıq 4-cü dövr buzlaşması başladı. Bu dövrdə müasir relyef yarandı. Bu dövrdə cavan dağlar yarandı və Tets okeanı parçalandı Aralıq, Xəzər, Aral dənizinə və Qara dənizə və bu dövrdə müasir landşaftlar yarandı. İlk insan və insana bənzər meymunlar əmələ gəldi. Bu dövrdə qiymətli metallar qızıldır, platindir, almazın səpindi yataqlarıdır, kəhrabadır, nefti, təbii qaz da daha çox yataqları yarandı. Və bu erada bölünür 3 dövrə. Paleogen, neogen və 4-cü dövr. Biz buna antropogen də deyə bilərik. Və bu dövrdə əsas dağ əmələ gəlmə mərhələsi, ən cavan dağ əmələ gəlmə mərhələsi olan Alp dağ əmələ gəlmə mərhələsi oldu. Burada hansı oldu? Alp, mezozoyda mezozoy, paleozoyda isə 3 böyük dağ əmələ gəlmə mərhələsi baş vermişdir. Bu bizim geoxronoloji cədvəlimiz. Və təbii ki, bütün bu proseslər baş verdikcə yerin daxili quruluşu yaranır. İndi isə keçək yerin daxili quruluşuna. Əvvəlcə onu öyrənək ki, yerin daxili quruluşunu geologiya elmi öyrənir. Yəni, geologiya elmi özü bir müstəqil elmdir. Yerin daxili quruluşu 3 qatdan ibarətdir. Bura aiddir yer qabığı, mantia və nüvə. Nüvə, ümumiyyətlə, alimlərin müasir təsəvvürünə görə yerin mərkəzində, yəni baxın, bu hissədə nüvə yerləşir. Nüvə ağır metallardan, dəmirdən, nikeldən, radioaktiv maddələrdən ibarətdir. Və nüvə özü də 2 yerə bölünür. Daxili nüvə və xarici nüvə. Daxili nüvə daha mərkəzdə olandır. Və nüvədə temperatur 3500-5000 dərəcə Selsiyə çatır və bu da günəşin səthində olan istiliyə bərabərdir. Bu qədər istiliyə baxmayaraq, orada maddələr kip haldadır, çünki nüvədə təzyiq çoxdur. Və nüvənin daxili və xarici nüvəsi bir-birinə sürtündüyünə görə maqnit sahəsi, biz öyrənmişdik əvvəllər, maqnitosfer sahəsi yaranır. Nüvəni əhatə eləyir mantia və mantia özü örtük deməkdir. Mantiyanın qalınlığı 2900 kilometrdir və mantiyada deməli maddələr ərinti halındadır. Necə? Baxın, mantiya özü də 2 hissəyə bölünür. Daxili mantiya, baxın, bu mantiyadır. Bu daxili mantiya, bu isə hansıdır? Alt mantiya deyək, burada üst mantiya deyək. Daxili mantiyada maddələr temperatur yüksək olmağına baxmayaraq burada da kip haldadır. Lakin üst mantiyada temperatur yüksəkdir və mantiyalar ərinti halındadır. Və daxili mantiya ilə deməli, alt mantiya ilə üst mantiya arasında bir təbəqə yerləşir ki, buna da astenosfer təbəqəsi yerləşir deyilir. Astenosfer təbəqəsi, bu təbəqədə maddələr ərinti halda olduğuna görə zəlzələnin gücünü zəiflədən qat hesab olunur. Və bu astenosfer təbəqəsində ərinti halda olduğuna görə biz növbəti dərslərdə keçəcəyik, litosfer tavaları hərəkətdədir, yəni hərəkət eləyir. İndi isə gəlin bu təbəqələr arasında olan qatlara baxaq. Baxın, dedik ki, astenosfer harda yerləşir? Litosferin altında, alt mantiyanın üstündə. Litosfer bu qatın üstündədir. Benyov sərhəd isə astenosferlə üst mantiyanın üzərindədir. Moxoroviç sərhəd yer qabığı ilə üst mantiyanın arasındadır. Və ya biz buna bazalt və üst mantiyanı ayıran qatda deyə bilərik. Konrad sərhəd isə yer qabığına aid qatdır. Qranit və bazalt qatları arasında yerləşir və yalnız materik tipli yer qabığında olur. Çünki okean tipli yer qabığında qranit qatı mövcud deyil. Tektonosfer isə litosfer və astenosfer birlikdə tektonosfer adlanır və bütün tektonik hərəkətlər burada baş verir. İndi isə gəlin bu qatları izah elədim. Keçək yer qabığına baxaq. Baxın, təkrar eləyək. Mərkəzdə yerləşdi nüvə, onu əhatə elədi mantiya.
Mantiyanın üzərində isə yerləşir yer qabığı. Gəlin ona burada daha dəqiq baxaq. Deməli, yer qabığı və mantiyanın üst bərk, deməli, yuxarı mantiyanın üst bərk hissəsi birlikdə litosferi əmələ gətirir. Yer qabığı bərk süxurlardan ibarətdir və daha mürəkkəb hesab olunur. Gəlin baxaq. Yer qabığının özünün də iki növü var. Buna aiddir materik tipli və okean tipli yer qabığı. Materik tipli yer qabığı bölünür bazalt, baxın, bazalt, qranit və çökmə qata. Qranit və bazaltın arasında Konrad sərhəd yerləşir. Bazaltla üst mantiyanın arasında Moxo və yaxud da Moxoroviç sərhəd yerləşir. Üst mantiya ilə astenosfer arasında Benyov sərhəd yerləşir. Astenosfer ilə aşağı mantiya arasında isə Gutenberg sərhəd yerləşir. Dedik ki, yer qabığı bölündü materik və okean tipli yer qabığına. Materik tipli yer qabığı bazalt, qranit və çökmə qatdan ibarətdir. Lakin okean tipli yer qabığı bazalt və çökmə süxurlardan ibarətdir. Gəlin izah edeyim ki, nəyə görə okean tipli yer qabığında qranit qatı olmur. Ona görə ki, materik tipli yer qabığında çökmə qatı qalındır. Və çökmə qatı qalın olduğu üçün yerdən qaynayan lavanı həmin o çökmə qat tutur. Yerə çıxmağına icazə vermir. Və beləliklə həmin bu süxurlar qranitləşərək qranit təbəqəsini əmələ gətirir. Lakin okean tipli də çökmə süxur qatı nazikdir. Nazik olduğuna görə yerdən qalxan lavanın qarşısını bir maneə almır. Buna görə də həmin o magma qranitləşə bilmir. Buna görə də okean tipli yer qabığında qranit qatı mövcud olmur. Bu da bizim yerin daxili quruluşumuz oldu və bir də onu öyrənək ki, yerin daxili quruluşunu öyrənmək üçün bir neçə ölkədə deməli dərin quyular qazılmışdır. Buna Rusiyada Kola yarımadası, Azərbaycanda isə Saatlı rayonunda qazılan quyunu misal göstərmək olar ki, bunun da dərinliyi 8200 metr olmuşdur. Və biz yerin daxili qatlarına getdikcə temperaturun artdığını müşahidə edirik. Bu necədir? Temperatur yerin daxilinə getdikcə hər 33 metrdə 1 Selsi dərəcə artır. Və bu adlanır geotermik qradiyent. Və bizə temperaturun 1 dərəcə dəyişməsi üçün lazım olunan dərinliyi soruşduqda isə biz buna geotermik pillə deyəcəyik. Bir qayda olaraq yadımızda saxlayaq ki, seismik cəhətdən aktiv olan ərazilərdə geotermik pillə az olur. Yəni bu hissə seismik cəhətdən aktivdir. Yerin altından lava qaynayır, daha istidir. Yəni biz daha az getsək belə həmin o istiliyi görə biləcəyik. Lakin platformada isə biz daha çox dərinə getməliyik ki, o istiliyə çatmış olaq. Buna görə də platformalarda geotermik pillə çox olur. Seismik ərazilərdə isə geotermik pillə az olur. İndi isə keçək süxurlar mövzusuna. Əziz abituriyentlər, yer qabığında olan minerallar, ümumiyyətlə müxtəlif kimyəvi birləşmələr birləşərək mineralları əmələ gətirir. Minerallar da birləşərək süxurları əmələ gətirir. Yer qabığında 3 növ süxur var. Maqmatik, çökmə və metamorfik. Maqmatik süxur dedikdə mantiyanın maddəsindən yaranan süxurlar nəzərdə tutulur. Yəni maqma soyuyur və bunun nəticəsində maqmatik süxurlar əmələ gəlir. Maqmatik süxurlar bərkiyən süxurlardır və iki yerə ayrılır. İntruzif və effuziv. İntruzif dərinlik süxurlarıdır. Yəni burada məsaməsiz olur, ağır olur və bərk olur. Bütün filizlər maqmatik süxurlardır. Effuziv isə sərt süxurlarıdır. Yəni bunlar məsaməli və yüngül olurlar. İntruzivə biz aid edə bilərik qraniti, qabronu. Effuziv isə bazaltdır, vulkan küfüdür, vulkan şüşəsidir, pemzadır. Bunlar aiddir. Bəs metamorfik nədir? Metamorfik adından da göründüyü kimi çevrilmə, metamorfoz çevrilmə deməkdir. Və metamorfik süxur yerin dərin qatlarında yüksək təzyiq və temperatur nəticəsində süxurun öz fiziki kimyəvi xassəsini itirib
bir suxurdan digər suxura çevrilməsidir. Yəni baxın, əhəng daşı mərmərə, qranit qneysə çevrilir, qum daşı kvarsitə çevrilir, gil gilli-şistə çevrilir, qranit qneysə çevrilir. Qum daşı çökmənin qırıntısıdır, amma çevrilir olur. Kvarsit metamorfik suxur. Aydın oldu. Ümid edirəm ki, indi isə keçək çökmə suxurlara. Çökmə suxurlar platformanın daha çox əyilmə sahələrindədir. Platformada qalın olur, dağlarda isə nazik olur. Və çökmə suxurlar özü də iki yerə bölünür. Üzvü və qeyri-üzvü. Üzvü çökmə suxurlar canlı orqanizmlərin təsirindən yaranır. Buna biz daha çox nefti, yanarları, nefti, qazdır, daş kömürdür, yanar şisti, bundan başqa əhəng daşını, təbaşiri misal göstərə bilərik. Və qeyri-üzvü özü də iki yerə bölünür. Var, deməli, qırıntı və kimyəvi. Qırıntıya qumdur, deməli gildir, qum daşıdır, çay daşıdır, çınqıl aiddir. Kimyəvi isə kaliumdur, xörək tozudur, gipsdir, dolomit aid olacaq. Və bu çökmə mənşəli suxurlar xarici proseslərin təsirindən yaranır. Yəni, suxurlar xarici qüvvələrin təsiri ilə aşınır, parçalanır və bunun nəticəsində yaranır. Aşınma özü də 3 yerə bölünür. Fiziki aşınma, üzvi aşınma və kimyəvi aşınma. Fiziki aşınma havanın temperaturuna görədir. Bu həm deməli isti yerdə, həm də soyuq yerdə gedə bilər. Yəni, suxurlar gün ərzində istidən genişlənir, soyuqdan isə sıxılır. Nəticədə isə suxur neyniyəcək? Parçalanacaq, aşınacaq. Quraq yerlərdə qalın temperaturun yüksək olduğu ərazilərdə daha sürətli olur. Soyuq yerlərdə isə məsələn buz neyniyir? Donanda genişlənir və beləcə parçalanır, aşınır. Üzvi aşınma isə canlı orqanizmlərin, yəni bitki və heyvanların təsiri ilə suxurlar parçalanır və bu da üzvi aşınma adlanır. Kimyəvi aşınma daha çox suda həll olur, tərkibi dəyişir. Bu daha çox rütubətli ərazilərdə, ekvatorialda, subekvatorialda, mülayim qurşaqda baş verir. Aşınma özü iki yerə bölünür, denudasiya və akumulyasiya. Denudasiya suxurların parçalanıb və daşınmasıdır. Akumulyasiya isə daşındıqdan sonra çökdürülməsi adlanır. Burada isə faydalı qazıntıların işarəsi verilib. Bunu mütləq şəkildə öyrənmək lazımdır, çünki sınaqlarda, qəbulda düşür. Beləliklə, dərsimizin izahı bu qədər. Uğurlar.